Əziz qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Qorxun Allah Teala'dan, gizlində də, aşkarda da onun nəzarətində olduğunuzu dərk edin. Və sonra təsəvvür edin ki, bir kişi zülmətli bir gecədə bir qapının arxasında dayanıb. Çiyinlərində, kürəyində günahın yükünü daşıyır. Ağırlığına qatlanıb, qəlbində peşmançılıq iz qoyub, elə zənn edir ki, o qapı onun üçün açılmayacaq. Üzünə qapalı qalacaq, səs eşidilməyəcək. Və elə bilir ki, keçmişi gələcəyindən daha güclüdür. Qapını döyür, ağlayır, deyir ki, ey Rəbb, günah etdim. Və elə bilir ki, cavab gəlməyəcək, lakin cavab gəlib artıq. 7 səmanın üzərindən buyurub Rəbbin, la taqnatu min rahmetillah. Allah'ın rəhmətindən ümidinizi kəsməyin, üzməyin. Bu necə bir qapıdır? Peşman olanların üzünə heç vaxt bağlı qalmır. Necə bir Rəbdir ki, günahkarı, asini ey bəndəm deyə çağırır. Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah. Ey öz nəfslərinə qarşı hədlərini aşmış bəndələrim, Allah'ın rəhmətindən ümidinizi kəsməyin. İnnallaha yaghfiru zunube cemi'a. Allah Teala bütün günahları bağışlayır. İnnehu vel gafurur rahim. Həqiqətən o bağışlayandır, rəhimlidir. Ona görə Allah'ın qulu, düşün bu çağırışı, bu səsi, əzəmətli nidanı. Rəbbin sadəcə ey salih bəndələrim demir. Yalnız ey mənim itaət edən bəndələrim demir. Əksinə deyir ki, ey nəfsinə qarşı həddi aşmış bəndələrim. Yəni özünə zülm etmiş bəndələrim. Ey günahları çox olan, asiliklərin yükü ağırlığı altında əzilən, beli bükülən, şəhvətlərin aldatdığı, ey bəndə hansı ki, özün özünə danışırsan bəzən, deyirsən ki, məgər qayıdış var mənim üçün? Məgər tövbə etsəm qəbul olarmı? Bağışlanaram mı? Cavab Rəbbindən gəlib. Allah Teala'dan la taqnatu min rahmetillah. Allah'ın rəhmətindən ümidinizi kəsməyin. Ümidsizlik əhatə etməsin sizi. İmkan vermə ki, şeytan səni günaha sürüklədikdən sonra səni ümidsizliyə də sürükləsin. İki şey istəyir şeytan səndən. Günaha düşəsən və sonra da Allah'ın rəhmətindən ümidsiz olasan. Əlini üzəsən. Demir sənə sadəcə kafir ol. Bacarmırsa da etmək səni kafir. Çalışır ki, ümidsiz olasan. Əgər bacarmırsa sənə mani olmağa, itayətə, namaza, çalışır ki, səni ikiyüzlü etsin və desin ki, sən münafiqsən. Və əgər bacarmırsa səni tövbədən saxlamağı, sənə vəsvəsədir ki, günahların çoxdur, səndə fayda yoxdur. Lakin həqiqi mömin rədd edir onu. Cavab verir, deyir ki, günahım çoxdur. Lakin rəhməti, lütfü böyük olan Rəbbim var. Xətalarım çoxdur, böyüdür. Lakin əzəmətli, əff edən, bağışlayan Allah Teala var. Mən zəifəm. Lakin Rəbbim bağışlayandır, mərhəmətlidir. Deyir ki, sallallahu aleyhi və səlləm, hər bir Adəm övladı xəta edəndir. Ən xeyirli xəta edən tövbə edənlərdir. Ona görə də tövbə et. Lakin bu demək deyil ki, günahı yüngül say. Günah heç gəlsin sənə, yox, əsla. Lakin mənası odur ki, qayıdış yolu hələ açıqdır. Qul nə qədər zəifləsə də, nə qədər düşsə də asiliyə, günaha, Rəbbi ilə bağlılığı qırmamalıdır. Və ən əzəmətli hədislərdən, hansı ki, qəlbi imanla, ümidlə doldurur. Qüdsi hədisli Peyğəmbər sallallahu aleyhi və səlləm nəql edib bizə Rəbbimdən, deyir ki, Allah Teala Adəm övladı, sən məni çağırdığın, mənə dua etdiyin, ümid bəslədiyin müddətcə səni bağışlamaram, səni bağışlayaram və əhəmiyyət vermərəm, nə etmisən? Keçərəm günahından. Ey Adəm övladı,
günahların səmanın buludlarına çatsa belə, sonra məndən istiğfar etsən, bağışlanma diləsən, səni bağışlayaram, əhəmiyyət vermərəm. Ey Adəm övladı, əgər yer dolu günahla mənim huzuruma gəlsən, sonra məni ilə qarşılaşanda mənə şərik qoşmadan qarşılaşsan, sənə yer dolu bağışlanma ilə gələrəm. Allahu Ekber. Günah səmanın buludlarına çatar. Lakin Allah Teala deyir ki, əhəmiyyət vermərəm, bağışlayaram. Xətalar yeri doldurar. Lakin qul tevhidlə, tövbə ilə gələrsə Rəbbinin huzuruna, Allah Teala əhəmiyyət verməz, qarşılaşar onu ilə. Yer dolu məğfirətlə, bağışlanma ilə. Ona görə də günahda batıb getmiş, ağırlığı altında əzilmiş, qaçma Allah Teala'dan. Əksinə qaç Allah Teala'ya doğru. Ey xəta edən, demə bitdim, düşəndim, de ki tövbəmin başlanğıcıdır. Ey uzaqlaşan, demək ki Allah Teala məni qəbul etməz belə. Əksinə de ki, Rəbbim bağışlayandır, mərhəmətlidir. Və huvəl-ləzî yəqbəlü təvbətə an ibadih və ya'fu anis-seyyiat. Deyir ki, Rəbbin odur, bəndələrinin tövbələrini qəbul edən, günahlarından keçən, bağışlayan və tövbə heç də dildə deyilən sadəcə bir kəlmə deyil və ya təsirləndiyin anda axıtdığın ani gözyaşları deyil. Sadiq tövbənin əlamətləri var. Ən birinci günahı tərk etmən. Günahı tərk eləməlisən və yaraşmaz ki, günahda israr edə qaldığın halda deyəsən ki, tövbə edirəm. Həmsinin peşman olmalısan etdiyinə. Çünki peşmançılıq varsa qəlbdə, deməli o qəlb hələ də yaşayır. Hələ də diridir. İmanın nuru hələ sönməyib. Həmsinin əzimkar olmalısan. Sadiq, səmimi olmalısan ki, qayıtmayasan. Bir daha günaha təkrarlamayasan deyə. Qul nə qədər zəif olsa da günaha qayıtmamalıdır, əzimkar olmalıdır. Və zəiflik artarsa tövbəni təzələməlidir. Rəbbinə qayıtmaqdan bezməməlidir, usanmamalıdır. Həmsinin günah əgər məxluqun haqqı ilə bağlıdırsa, çalış haqları sahibinə qaytar və ya onlardan halallıq al. Və sonra bax, Allah Teala'nın rəhmətinin, lütfünün genişliyini görmək istəyirsənsə, o kişinin hekayəsinə, hansı ki 100 nəfsi öldürür, sonra tövbə axtarır, gəlir bir alimin yanına, baxmayaq ondan qabaq abidin yanına gəlmişdi. Lakin cahilliyindən yönətmir onu tövbə qapısına. Lakin alim ondan soruşulanda ki, 50 min tövbə, mənim üçün nəsə bir tövbə var? Deyir ki, وَمَنْ يَحُولُ بَيْنَكَ وَبَيْنَ التَّوْبِ. Deyir ki, səninlə tövbə arasına nə mani ola bilər? Nə girə bilər? Sonra əmr edir onu o pis yeri tərk etməyi, günah etdiyi yerdən uzaqlaşmağı, Allah'a ibadət edən salihlərin yaşadığı yerə getməyi. Və gəlir hədisdə ki, فَاَدْرَكَهُ الْمَوْتِ. Ölüm onu haqlayır. Getdiyi yerdə. Bəzi rəvayətlərdə gəlir ki, فَنَهَا بِصَدْرِهِ نَحْوَهَا. Sinəsini çevirir getdiyi yönə, sürünür sinəsi üstə. Sadiq olduğu üçün tövbəsində Allahın rəhməti haqlayır onun, əhatə edir. Və hekayəsi də məlumdur salihlərə və salih olmayanlara. Və ibrət heç də təkcə insanın tövbə etdim deməsində deyil. Əsl ibrət odur ki, tövbə edəndən sonra qaydasan doğru yola. Qalmayasan eyni yolda, qalmayasan eyni dostlarla, eyni məkanda, qalmayasan harama aparan eyni səbəblərdə. Əksinə, səmimi tövbə etmisənsə, yolu dəyişməlisən artıq. O pis dostlar, hansılar ki, səbəbdir günaha düşməyinə, onları tərk etməlisən artıq. Özün üçün harama açılan qapıları bağlamalısan. Əksinə, tövbə etmisənsə səmimi, xeyr əhli, salihləri axtarmalısan. Və mümin iki şey cəm edir özündə. Ən birinci, günahı heç vaxt yüngül saymaz. Günaha yüngül baxmaz. İkincisi də Allah Teala'nın rəhmətindən ümidini üzməz. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, mümin günahı ilə görür ki, sanki yüksək, sıldırım bir dağın ətəyində oturub, altında oturub, qorxur ki, o dağ düşər onun üzərinə. Facir, asi isə günahı qurduna qonmuş bir milçək kimi görür. Əli ilə belə edir, milçək uçur. Və həqiqi müminin qəlbi diri olmalıdır, sağ olmalıdır, bəli günahdan qorxmalıdır, günaha düşməkdən qorxmalıdır, çəkinməlidir, lakin Allah Teala'nın rəhmətindən ümidini üzməməlidir.
Günah ettiğine göre ağlamalıdır, lakin Rabbi haqda gözəl zəndə olmalıdır. Naqisliyinə göre peşman olmalıdır. Lakin əllərini Mevlasına, Rabbine uzatmalıdır. Ona göre bu dünən ettiğin günahın bugünkü itayetine mani olmasın. Asilik, düştüğün asilik sebep olmasın, itayeti, ibadeti terk edesen, namazı terk edesen, demek ki ben günahkaram, layık değilim Allah Teala'nın huzuruna çıkmağa, önünde durmağa, ekşine de ki bəli günahkaram, lakin mühtacam Allah Teala'nın huzuruna çıkmağa. Hatta xəstə olduğu halde həkimdən qaçmaz. Susuzdursa sudan yayınmaz. Günah eden de Allah Teala'dan qaçmamalıdır. Bəli, itiraf etməlidir günahını. Lakin qayıtmalıdır Allah Teala'ya, çünkü Allah'tan başka nicat yeri yoktur. İnna Allaha yuhibbut tevvabin ve yuhibbul mutatahhirin. Hakikaten Allah Teala tövbe edenleri sevir ve pak olanları, temizlenenleri sevir. Demedi ki təkcə tövbeleri kabul edir. Yok. Kifayetlenmedi onunla. Dedi ki tövbe edenleri sevir. Allah Teala'ya sadik, tövbe edenlere karşı məhəbbəti var. Ona qaydanlara karşı hürmeti var. Onun önünde sınan, acizliğini itiraf edeni rahmetine yakın eder. Bir ki sallallahu aleyhi ve sellem İnna Allaha yakbalut tevbetel abd ma lem yugarqir. Allah Teala kulun tövbesini kabul edir ta ki ruhu boğazından çıkmayınca. Ve sevinir Allah Teala bendesinin tövbesine özüne layık bir şekilde. Bir ki sallallahu aleyhi ve sellem Allah Teala sizden birinizin tövbe etmesine sevinci sizin bu halinizdeki sevincinizden daha şiddetlidir. Sonra o halı vəsf sallallahu aleyhi ve sellem. Bir ki sizden biriniz, yani hesab elə ki sizden biriniz səhrada, boş bir torpaqda mininin üzerinde yemeği, içmeyi, arzu gəsi, sonra miniyi qaçır ondan. Ve ümidi üzülür o miniden. Gelir bir ağacın kölgesine, uzanır kölgesinde, miniyinden ümitsiz, elini üzüb artıq, sonra görür ki miniyi başının üzerindedir. Qalxıb onun yüreğinden, üzəngisindən yapışır. Sonra şiddetli sevincinden bir ki Allah'ım sen benim kulum, ben senin Rabbinem. Bir ki sallallahu aleyhi ve sellem şiddetli sevincinden hata edir. Allah Teala onun bu sevincinden bendenin tövbesine daha çok sevinir. Bakmarak kul mühtaç da Allah Teala'ya. Allah Teala varlıdır. Mühtaç değil hiç kime. Kul günahkar da Allah Teala bağışlayandı. Bununla yanaşı kulunun tövbesine sevinir. Ona göre bugünkü tövben hayatının başlangıcı olsun. Akıttığın gözyaşın sebep olsun geçmişte olan günahlarının bağışlanmağına, səmimi ettiğin secden sebep olsun rahmet kaplarının üzerine açılmasına. Dediğin bir kelimeyi Rabbim beni bağışla. Bugün dediğin en sadık kelime olsun hayatında. Allah'ım emellerimize göre, pis ettiğimiz emellere göre öz rahmetinden bizi mehrum etme. Bizi bir an olsun bile, bir göz kırpımı olsun bile nefsimize bırakma. Allah'ım bize samimi tövbe nasip et. Allah'ım günahlarımızı bağışla. Her bir günahı, gizlini de, aşkarını da, evvelini de, sonunu da, kiçiğini de, böyüğünü de. Allah'ım İslam'ı ve Müslümanları izzetli et. İslam ümmetinin ehvalını düzelt. Harda zayıf Müslümanlar varsa onlara kömək ol. Acıları varsa onları doyur. Allah'ım ülkemizi, diğer Müslüman ülkelerini xətadan, beladan koru. Bize eşidip faydalandan et. Aqulu ma tesma'un ve estağfirullah li ve lekum ve li sâiril muslimine min kulli zem festağfiruhu innehu vel gafurur rahim. Elhamdülillahi Rabbil alemin. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون وأقيموا الصلاة.